Salam. Hörmətli vergi ödəyiciləri, mənim dostlarım, sabahdan, yəni oktyabrın 1-dən 2024-cü ilin 3-cü il üçün vergi hesabatlarının təqdim edilməsi başlayır. Proses 20 gün davam edəcək. Deməli, bizdən tələb olunan nədir? Yəni sizdən tələb olunan nədir? 2024-cü ilin 3-cü il üçün lazım olan bütün vergi hesabatlarını vaxtında təqdim edin. Əks halda sizi cərmələyə bilərlər. Unutmayın ki, vergini tam və vaxtında büdcə ödənilməsi həm sizin, həm də dövlətinizin büdcəsi üçün sərfəli bir variantdır. Sağ olun.